Sual 47. Nyu-York ilə Bakı şəhərləri arasında müvafiq olaraq hər iki istiqamətdə uçan təyyarələrin hərəkət etdikləri azimutları müəyyən edin. Nyu-York bilirik ki, qərb yarımkürəsində, Bakı şəhəri də şərq yarımkürəsindədir. Təxmini bura olsun Nyu-York, burada olsun Bakı. Buradan hər iki istiqamətdə uçan təyyarələr təbii ki, Nyu-Yorkdan Bakıya şərq istiqamətində 90 dərəcə azimutla uçacaq. Bakıdan Nyu-Yorka isə 270 dərəcə qərb istiqamətində. Müvafiq olaraq deyirsə, ilk öncə Nyu-Yorkdan Bakı şəhərinə gedən istiqamət 90 dərəcə. Bakıdan Nyu-Yorka gedən isə 270 dərəcə azimut cavab olur E variantı.